Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Quran TV-nin izləyiciləri. Hər birinizi yeni layihəmizdə xoş gördük. Mən istərdim yeni layihəmiz haqqında kiçik bir məlumat verim sizə. İnşallah biz bu layihəmizdə Quran-ı Kərimi tərcümə etməyi öyrənək belə bir kitabımız var. İnşallah bu kitabın üzərindən Quran-ı Kərimi asan yolla tərcümə qaydalarını sizə öyrədəcəyik. Və bunu da qeyd edim ki, bu kitab satışda var, bunu əldə etmək olar. 3 cilddən ibarətdir və çox gözəl bir şəkildə tərtib olunmuşdur bu kitab. Mən istərdim bu kitabın əvvəlindən bir ayə oxuyum sizin xidmətinizə. Əuzu billah. Həzə bəyanun linnəs və hudən və məv'izatun lilmuttəqin. Bu Quran bütün insanlar üçün aydın bir açıqlamadır. Təqva sahibləri üçün isə hidayət və öyüddür. Ali İmran surəsi 138-ci ayə. Bəli, Quran-ı Kərim hidayət kitabıdır. Quran-ı Kərim bütün insanlar üçün, ələl-xüsus təqvalılar üçün hidayət və nəsihətdən ibarətdir. Əziz izləyicilərimiz, bu kitab çox gözəl bir şəkildə tərtib olunmuşdur. Deməli, dərslərin quruluşu bu qaydadadır. Birinci, hər dərsin əvvəlində Qurandan 10 ayə seçilərək yazılmışdır və bu 10 ayələr, yəni dərsliklər boyunda müxtəlif mövzular haqqında bəhs olunmuşdur. Yəni, eyni mövzudan bəhs olunmamışdır. Hər kəs bu ayələri, yəni bu dərsdən diqqətlə izləyərsə və biz necə tərcümə ediriksə, hansı formu məşğul oluruqsa, həmin qaydada məşğul olarsa, o zaman onda görəcək ki, Quran-ı Kərimin ayələri onun qarşısına çıxanda ən azından 50%, 60% daha yaxşı məşğul olanlar 70% Quran-ı Kərimdən rahat tərcümə edirlər. Çünki Quranın bir kəlməsini öyrənirsə, deməli o kəlmə yüzlərlə ayədə bəzən təkrar olmuş olur. Həmin kəlmənin dərhal mənasını bilir. Məsələn, ard kəlməsini biz misal vuraq. Ard kəlməsi yer deməkdir. Biz Quran-ı Kərimdə yüzlərlə ard kəlməsini biz görürük və yaxud da səməvat, göylər. Nə qədər ayələrdə biz səməvat kəlməsinə rast gəlirik, bunlar haqqında deməli, bunları əgər öyrənərsə, o ayələrdə deməli, bu kəlmələrin mənasını biləcək. Biz bu qaydayla Quran-ı Kərimin mənasını bilə bilərik ki, müsəlman olaraq boynumuzun borcudur. Bəli, əziz tələbələrimiz və dəyərli izləyicilərimiz, bugün kitabın 21-ci səhifəsində ki, birinci dərs yer alır. Allahı tanıyaq. Mən əvvəldə də qeyd etdim ki, dərslər mövzu keçirilib. Allahı tanıyaq bəhsində, yəni birinci dərsində onun nişanələri haqqında ayələr verəcək. İkinci dərs Allahın sifətləri. Üçüncü dərs yenə Allahın sifətləri haqqındadır. Dördüncü dərsimiz Allahı pərəstiş etmək. Yəni, birinci dərsimiz 4 hissədən ibarətdir və 3 mövzudan ibarətdir ki, əziz Rəbbimiz haqqında inşallah ayələri sizə təqdim edəcəyik. Bəli, çatdıq birinci ayə, Quran-ı Kərimin birinci ayəsi, ilk birinci ayəsi ki, Fatihə surəsinin əvvəlində yer alır. Bismillahirrahmanirrahim. Təcvid oxuyanlar da burada mən ayələri oxuduqca təcvid qaydalarına da diqqət edə bilərlər ki, düzgün oxusunlar. Bəzən bunu Bismillahirrahmanirrahim oxuyurlar, amma bunun əsl düzgün forması Bismillahirrahmanirrahim bu qaydada oxunur. Əslində burada B hərfi mənası belədir ki, bağışlayan və mehriban Allahın adıyla. Bismi kəlməsinin əvvəlində B isim kəlməsinə qoşulub lalə mənasını bildirir, yəni adıyla. Allah kəlməsi ki, mənası bəllidir. Hər bir yerdə müqəddəs Allahın, Rəbbimizin adıdır. Bismillah, yəni Allahın adıyla. Bi ismi Allahdır əslində. Burada Allah kəlməsindən sonra Ər-Rahman, yəni Bismillahirrahman. Rahman kəlməsi burada bağışlayan mənasını bildirir və eyni kökdən olan demək olar Rəhman, Rəhim. Deməli, biz belə tərcümə edirik. Bağışlayan
mehriban Allahın adıyla. Təbii ki, burada siz yadınızda saxladınız. İkinci ayə. İnnə fī zəlikə ləəyətin liqavmin yətəfəkkərun. Təbii ki, Allahın əvvəldə dediyi ki, nişanələri haqqındadır bu ayələr. Ra'd surəsi 3-cü ayə. İnnə həqiqətən, şübhəsiz mənasını verir. Fi zəlikə, fi dadə mənasını verir. Həqiqətən bunda və onda mənasında da işlənə bilir. Ləəyətin, əyət burada cəmdir. Ləəyətin və at kəlməsin, siz at işarəsin kəlmələrin sonunda gördüyünüzdə o qadın cinsini bildirir. Ayat, əyət və yaxud da. Liqavmin, qavm qövm sözündəndir və li orada üçün mənasını bildirir. Yətəfəkkərun, bu da cəmdə işlənib, təfəkkür edənlər üçün belə tərcümə olur. Doğrudan da və ya şübhəsiz bunda nişanələr vardır, ləayətin nişanələr vardır. Kim üçün? Liqavmin yətəfəkkərun, təfəkkür edən qövm üçün. Bizdə ərəbdən fərqli olaraq tərcümədə eynən, çünki ərəb dili zəngindir, bizdə də bəzən vaxtı kəlmə-kəlmə tərcümə edəndə bəzi şeylər artıq olur və bizdə o başa düşülməz həddə qədər gətirib çıxardır və yaxud da artıq kəlmələr istifadə olunur. Düşünən qövm üçün bu ayələrdə şübhəsiz nişanələr vardır. Bunda nişanələr vardır. Keçirik yenə Ra'd surəsinin 4-cü ayəsində İnnə fi zəlikə ləəyətin liqavmin ya'qilun. Baxın, əzizlər, eyni ayədir. Burada da innə işlənib, fi işlənib, zəlikə işlənib, ləəyətin işlənib, liqavmin ya'qilun. Biz əgər yuxarıda yətəfəkkərun sözü ilə ya'qilun sözünü dəyişəriksə, burada demək olar bir dənə ağıl sahibləri, yuxarıda isə təfəkkür edənlər, düşünənlər mənasını verir. Həqiqətən bunda ağıl sahibləri üçün nişanələr vardır. Çatdıq 4-cü ayəyə. İnnə fi zəlikə ləəyətən liqavmin yətəfəkkərun. Baxın, 4-cü ayədə yuxarıda biz gördük ləəyətin dedi, amma burada tək mənada işlənib ləəyətən. Diqqət edirsiniz. Yenə həmin formada, yəni Ra'd surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 11-ci ayəsi. Demək olar ki, birində cəm işlənib, birində tək işlənib. Ayələr və ya ayə. Həqiqətən bunda nişanə vardır. Kim üçün? Liqavmin yətəfəkkərun. Orada nişanələr demişdik, burada isə nişanə dedik. Həqiqətən bunda fi dadə idi, yadınızdadırsa, zəlikə bu. Liqavmin ləəyətən nişanə vardır, liqavmin yətəfəkkərun. Düşünən qövm üçün. 5-ci Nəhl surəsinin 67-ci ayəsi və Ra'd surəsinin 4-cü ayəsi ilə demək olar ki, yenə cəm təkdə fərqləri var. İnnə fi zəlikə ləəyətən liqavmin ya'qilun. Həqiqətən bunda ağıl sahibləri üçün nişanə vardır. Nişanə, gördünüz? Burada cəm formasında işlətmir. 6-cı ayəyə gəldikdə Ənkəbut surəsinin 44-cü ayəsi İnnə. Baxın, biz bu 10 dənə ayəni ki sizə oxuyuruq, İnnəni artıq 10 dəfə mən təkrar etmişəm. Biraz da izah üçün 20-yə yaxın təkrarımız var. Fini təkrarlamışıq, zəlikəni təkrarlamışıq, ləəyətən və yaxud da ləəyətin təkrarlamışıq, yətəfəkkərun, ya'qilun 2 dəfə təkrarlanıb, ya'qilun 2 dəfə təkrarlanıb. Biz burada lil müminin cəm formada görürük, yəni möminlər və burada lini siz görürsünüz kəlmənin əvvəlində deməli
üçün mənasını bildirir və bunu da qeyd edim ki, li bəzən də lə kimi, ləkum, ləayət formasında işlənə bilir. Bunu da yadda saxlayaq. Biz bu ayələrdə çoxlu kəlmələr, yəni innə, fi, zəlikə, ləayət və yaxud da ləayətən bunları öyrəndik. Yətəfəkkərunu öyrəndik, yəqilunu əqil sözündəndir. Baxın, biz bunları müqayisə edərək daha da yadda saxlaya bilərik. Deməli, belə tərcümə olur. Doğrudan da şübhəsiz möminlər üçün bunda nişanə vardır. Burada yenə ləayətən tək formasında işlənib. 7-ci وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ və görürsüz ayənin əvvəlində ərəb dilində vergül olmadığı üçün vədən çox istifadə olunub. Və bizdə, yəni Azərbaycan dilində tərcümədə vav, indi sonraki ayədə izah edəcəm bunu. Vav hərfindən çox istifadə olunur, amma biz onu hər dəfə və bu qaydada biz tərcümə etmirik. Çünki bizdə o baxırsan cümlədə çoxlu və olanda orada yorucu olduğu üçün o vələri işlətmirlər. Biz bunu yadda saxlayaq ki, hər vəni ayədəki istifadə olunub, biz onu tərcümə etmirik. وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ Kəlmə və bəllidir. Min dandən şəkilçisi kimi istifadə olunur. Əyətihi, əyət kəlməsi yadımızdadır. Nişanələr, hi də zəmir deyirlər buna. O əvəzlidir. Onun nişanələrindəndir. Ən ki, ən burada ki mənasını verir. Xalaqakum, xalaqa yaratmaq deməkdir. Kum da siz deməkdir. Xalaqakum sizi yaratdı. Min yenə baxın ayədə istifadə olunub. Dandəndir. Turabin, turab torpaq deməkdir. Onun nişanələrindəndir ki, nə edib sizi torpaqdan yaradıb. Turab Həzrət Əleyhisselamın ləqəblərindən biridir. Əbu Turab deyilmişlər çox səcdə etdiyinə görə. Rum surəsi 20-ci ayə. Onun nişanələrindəndir ki, xalaqakum sizi yaratdı min turabin. Bu qaydada tərcümə edə bilərsiniz, daha gözəl yadda qalsın deyə. 8-ci ayə, yəni dərsin 8-ci ayəsi Rum surəsinin 22-ci ayəsidir və Rum surəsinin 20-ci ayəsi ilə eynidir əvvəli. وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ Və ixtilafudur da düzdür, amma biz bunu təcvid qaydasına görə وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ وَمِنْ آيَاتِهِ dedi, min dandəndir və onun ayələrindəndir. Hi Allaha qaydır burada. وَمِنْ آيَاتِهِ dedi ki burada ayət sözünün sonunda ki ayət özü də cəm işlənib burada. Təki ayətəndir. Ayətihi, hi orada Allaha qaydır və bunu da qeyd edim ki, min dandən şəkilçisidir və özündən sonra həmişə kəlməyə, baxın, ayətihi, ayətuhu, ayətəhə olmur da, belə deyək. Və min ayətihi, onun nişanələrindəndir. İsəsi verib, xalqus səməvat. Biz xalaqa sözünü eşitdik, düzdür. Harada eşitdik? Xalaqakum. Xalaqa, yəni yaratdı. Kum sizin üçün. Burada deyir, xalqus səməvat. Xalqu, yəni yaradılış. Onun nişanələrindəndir. Nə? Xalqus səməvati vəl-ard. Səməvat göylər, ard yer deməkdir. Burada da çox maraqlıdır ki, həmişə Quran-ı Kərimdə göylər və yer haqqında danışanda həmişə göyləri cəm gətirir Rəbbimiz, ard deyəndə tək gətirir. Bunun da öz fəlsəfəsi var. Təfsirə müraciət edə bilərsiniz. Niyə göylər deyir? Burada niyə yer deyir? Yerlər demir. Göylərin və yerin yaradılışı vaxtiləfu və
İxtilafu əlsinətikum və əlvanikum. İxtilaf burada müxtəliflik deməkdir, fərqlilik. Əlsinətikum, əlsinə dil deməkdir. Tikum da sizin, kum sizin deməkdir. Və əlvan rənglər deməkdir. Kum da sizin rəngləriniz. Belə çıxır. Onun nişanələrindəndir göylərin və yerin yaradılışı və dillərinizin və rənglərinizin müxtəlifliyi. Belə deyək, sizin rənglərinizin və dillərinizin müxtəlifliyi, göylərin və yerin yaradılışı onun nişanələrindəndir. Bu da 8-ci ayə. Keçirik 9-cu ayə, Fussilat surəsi 37-ci ayə. Yenə وَمِنْ آيَاتِهِ onun nişanələrindəndir. Əl-leylu vən-nəhəru vəş-şəmsu vəl-qamaru. Baxın, bayaq dərsin ortasında dedim ki, ərəb dilində vergülü əvəz edən vav hərfidir. Burada 4 dənə vav hərfi istifadə olunub. وَمِنْ آيَاتِهِ və bu vədə əvvəlki ayəyə bağlı olduğuna görə və istifadə olunur ayənin əvvəlində və onun və yaxud da bəzi burada ayələri var, ayənin ortasından götürüblər. Çünki mövzumuz Allahın nişanələridir deyə. Onun nişanələrindəndir. Əl-leyl gecəyə deyirlər və ən-nəhar günortaya deyirlər, günüzə deyirlər. Və-şəmsu vəl-qamaru. Ay, günəş, günüz, gecə onun nişanələrindəndir. Çox gözəl. Deməli, biz burada əgər nəhar, leyl, şəms, qamar sözünün mənasını biliriksə, o zaman Quran-ı Kərimdə harda bu silsiləvari deməli, kəlmələri gördük, o zaman biz Quranın bu kəlmələri ilə tanış olduğumuz üçün mənasını biləcəyik. Və sonuncu ayə, 10-cu ayə, Şura surəsinin 29-cu ayəsi وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمِنْ آيَاتِهِ bizə bəllidir, artıq biz öyrənmişik bunu. Onun nişanələrindəndir. خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ göylərin, yenə cəmdir, və yerin yaradılışı. Belə desək, yerin və göylərin yaradılışı onun nişanələrindəndir. Bəli, bu bizim ayələrimiz. Gəldik, tapşırıqda bizə burada təbii ki, lüğətlər verir. Biz lüğətləri oxuyuruq və siz bu lüğətlərə yenə diqqət edəcəksiniz. Biz tərcümədə əlbəttə bunları verdik. Əyə, əyətən və yaxud da ayə nişanə deməkdir, tək formada işlənib. Ayat cəm formada işlənib, yenə ayələr və yaxud da nişanələr. Ən ki bağlayıcıdır. İnnə mütləq və ya şübhəsiz mənasını verir. Turab və yaxud da turabin torpaq deməkdir. Xaləqa burada təbii ki feildir. Yaratdı, xəlq etdi mənasını verir. Zəlikə o, bu və həmin mənasını da verir. Fi dediyim kimi dadə, içində bu mənanı da verir. İxtilaf, müxtəliflik, fərq, ard, yer deməkdir. Tək formada işlənib burada. Allah kəlməsi, Allah mənasını verir. Əl-sinə, ya əl-sinətən və yaxud da əl-sinətikum biz orada deməli cəm formasında işlənmişdi və sizin dillərinizi bu mənada, dillər mənadadır. Əlvan rənglər, isim ad deməkdir. Bi, la, lə, ilə mənasına da verir. Xalq və xalqu yaradılış mənasını verir. Kum siz deməkdir. Lə mütləq və ya şübhəsiz mənasını da verə bilir. Li üçün və məxsusluğu da bildirir. Min dandən
Nəhar günorta mənasını verir. Hi və ya hu, o zəmiri bildirir. Yətəfəkkərun, bunun da mənasını dəfələrlə biz təkrar elədik. Fikirləşirlər, təfəkkür edirlər. Yəqilun, düşünürlər. Rahman, bismillahda keçdik. Rahman, bağışlayan, rəhim, mehriban mənasını verir. Səmavat, səmalar və ya göylər. Şəms, günəş. Qamər, ay. Qavm, qövm və yaxud da dəstə. Leyl və ya leylə, gecə mənasını bildirir. Mu'mininə və yaxud da mu'minunə, qadın kişi cinsində imanlı şəxslər möminlərə deyirlər və də burada yenə bağlayıcı kimi və mənasını bildirir. Bəli, çatdıq dərsimizin ən maraqlı hissəsinə. Burada testlər veriləcək, həm ərəbi formada, həm də Azərbaycan dilində. Mən onun nümunələrini sizə izah edəcəm və siz elə kitabın üzündə də burada həmin qaydalar verilib, hazır olaraq verilib və siz burada bu qaydaları sadə qələmlə kitabın üzərində işləyə bilərsiniz. Bu sizin zehninizin artmasına və kəlmələri daha gözəl öyrənmənizə səbəb olacaq. Tapşırıq. Birinci tapşırıq belədir. Kəlmələr verir ərəbcə və hansı məna düzdür, həmin mənanın qabağından siz işarə qoyacaqsınız. Birincisi, ard, A bəndi, səhra, B bəndi, yer. Biz ayələrdə necə keçmişdik? Mənasın təbii ki, yer. Biz burada kitabda B bəndin işarə qoyuruq. Davam edirik. Səməvat, A bəndi, səmalar, B bəndi, səma. Hansı düzdür, onu siz işarə eləyəcəksiniz. Əyət, A bəndi, nişanələr, B bəndi, yollar. Dördüncü, xalaqa, A bəndi, yaradıldı, B bəndi, yaratdı. Hansı düzdür, onu seçəcəksiniz. Kum, A bəndi, sən, B bəndi, siz. Hansı düzdür, onu siz qeyd edəcəksiniz. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda ərəbi kəlmələr Azərbaycan dilində tərcüməni verib və ərəbi dilində siz həmin kəlməni tapmalısınız. Birinci misalı mən özüm doğru formasını deyirəm. İnşallah qalanı siz edəcəksiniz. Birincisi, mehriban. A bəndi, Rahman, B bəndi, Rahim. Hansı doğrudur? Tərcüməyə baxacaqsınız və Rahim sözünü siz orada görəcəksiniz. Rahim, mehriban deməkdir. İkinci, yaradılış. Xaliqun, A bəndi, B bəndi, xalaqa. Hansı doğrudur, onu göstərəcəksiniz. Üçüncü, mütləq, şübhəsiz. A bəndi, innə, B bəndi, ən. Hansı doğrudur? Dördüncü, o, bu. A bəndi, fi, B bəndi, zəlikə. Beşinci, o şəxs və ya o işarə. Li, A bəndidir, B bəndi, hu. Hansı doğrudur, onu qeyd edəcəksiniz. Bəli, bu bizim çalışmalardır ki, siz özünüzü sınayacaqsınız. Dəyərli tələbələr və dəyərli izləyicilərimiz, bilin ki, Quran-ı Kərim birinci hərfi tərcümədən başlayır və sonra tədricən rəvan, gözəl bir tərcüməyə keçid olunur. Burada ayələr verib, Həmd surəsinin birinci ayəsi və İxlas surəsinin birinci ayəsi. Elhamdu lillahi rabbil aləmin. Baxın, elhamdu yəni həmd. Lillahi Allaha məxsusdur, Allah üçündür və yaxud da. Rabbi, Rəbbi, aləmin, aləmlərin. Tərcümə necədir? Aləmlərin Rəbbi olan həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Və yaxud da qul, huvallahu, huvə, Allahu əhəd. Qul de, huva o, Allah
Əhəd təkdir. De, o, Allah təkdir. İnşallah gələcəkdə tərcümə, yəni bu formada başlayır və gələcəkdə rahat bir şəkildə rəvan tərcümə olunur. Lilləhinin əvvəlində olan li, ləkumun əvvəlində olan lə və yaxud da ayatihi kəlməsinin sonunda olan hə ayrıdır. Əlsinətikum, əlsinəti ayrı, kum da ayrıdır. Bunların da mənasını sizə demişik. Və əziz tələbələrimiz, 26-cı səhifədə yenə bir tapşırıq verib, deməli, aşağıdakı ifadələrinin hansı birinin tərcüməsi düzgündür? Yəni, ayənin kəlməsini verir. Məsələn, وَمِنْ آيَاتِهِ A bəndi və onun nişanəsindən, B bəndi və onun nişanələrindən. Hansı düzgündür? Burada təbii ki, mən misal olaraq, nümunə olaraq bunun mənasını deyirəm. B bəndi düzdür və onun nişanələrindən. Sonra burada bir neçə dənə xalqus səməvat, düzgün burada A bəndi səmaları yaratdı. B bəndi səmaların yaradılışı hansı düzdür? İxtilafu əlsinətikum, bunun mənasına baxacaqsınız. Ləəyətin liqavmin yəqilun. 5 dənə, yəni mən birini dedim, 4 dənəsində siz inşallah burada tapacaqsınız. Və burada bir qeydi də nəzərə alaq. Ərəb dilində əgər 2 dənə təkid bir cümlədə gələrsə, o təbii ki, onun biri deyilmir. Baxın, innə fi zəlikə ləəyətin. İnnə də burada təkiddir, ləəyətin əvvəlində də burada təkiddir. Deməli, innəni həqiqətən və yaxud da şübhəsiz formada, həqiqətən bunda nişanələr vardır. Biz burada 2 dənə təkidin birini istifadə etdik və ikincisini istifadə etmədik. Təbii ki, ərəb dilində belə şeylərə çox rast gəlmək olur. Və sonda da sərbəst çalışmalar verir 28, 29, 30, 31-ci səhifələrdə. Siz bunlara kitabdan baxıb, kitabın üzərində sərbəst çalışmağa yer qoyulub, sadə qələmlə işləyə bilərsiniz. Allah sizin müvəffəq eləsin. İnşallah gələn dərsimizdə, ikinci dərsimizdə görüşmək ümidi ilə və ümid edirəm inşallah kitabın sonunda müəyyən qədər tərcüməni bacaracaqsınız və bu da gözəl bir nəticə olacaq sizin üçün inşallah. Allah bizi Quran-ı Kərimdən ayrı salmasın, Quran oxuyun və qəlbiniz nurlansın. Sağ olun.